Xırdalan şəhərində Heydər Əliyev Parkının düz yanında sizə mənzil çəkib təqdim edirəm. Deməli, mənzil 3 otağa düzəlmə mənzildir. Hal-hazırda Heydər Əliyev Parkındayıq. Gəlin mən sizə ətraflı təqdim edim. Baxın, Heydər Əliyev Parkının içərisi ilə gedirik. Ətraflı göstərim. Burada marşrut da keçir. 119 nömrəli marşrut bu hissədən keçir. Qabaqda da bura musiqi məktəbidir. Biraz qabaqda əsas prospekt yoludur. Mənzilimiz də yerləşir gördüyünüz bu orta kompleksdə. Körpü bina yaşayış kompleksində. Videonu sona kimi izləyin. Ev haqqında bütün məlumatları sizə səsləndirəcəm. Evin içərisinə qranit olan yerlər isti döşəməli. Videonun başlığında qeyd etmişdim. 3 otağa düzəlmədir. Deməli, görürsünüz, həqiqətən də gözəl təmirdir. Təmirdən sonra yaşayış olmayıb. Dünən çıxıb satışa. Dünən təmirdən çıxıb, daha doğrusu dünən təmirdən çıxıb, təmizlədilib. Bugün satışa çıxdı. Bu kompleksdə çox az hallarda mənzil çıxır satışa. Çox müştəri bu kompleksdən mənzil axtarır. Amma həqiqətən də çox çətin çıxır. Baxın, yataq otağından da balkonla çıxmaq olur. Kupcadır, dövlət ipotekasına yararlıdır. Ümumi sahəsi 65 kvadrat metr olan bu mənzilin qiyməti təyin olunub 128 min manat. Real alıcı ilə qiymətdə danışıb razılaşmaq olar. Qonaq otağını görürsünüz. Gəlin bu istiqamətdən göstərim, ölçüləri tam görəsiniz. Sonra gəlib deməyəsiniz ki, videoda belə görünürdü, belə idi. Burada mətbəxi. Kupcası əldədir. Əlaqə saxlayıb gəlib baxa bilərsiniz. Əlaqə nömrələrimiz səhifəmizdə qeyd olunub. Mətbəx də isti döşəmədə həmçinin. Diqqətiniz üçün təşəkkürlər. Əgər sizin də əmlakınız varsa satışda bizimlə əlaqə saxlayın. Daha tez satılmağı üçün köməklik göstərək. Daha doğrusu video bitmədi. Burada D-tipli otaq da var. Onu mən sizə heç göstərmədim. Baxın, uşaqlar üçün nəzərdə tutulmuş bir yataq otağı. Əlaqə saxlayıb gəlib baxa bilərsiniz. Əlaqə nömrələrimiz səhifədədir. Sağ olun.